Ben bir yer yataqsın, bir yastığa baş qoyaq əmi. Bura yastığı böyle o yana qoyulur. Amma bir narahat taxı burada. Uşaq tək gəzməyə xoşlayırmı? Ha da yaxşı görək də tutar da. Verib get apar bura. 100 manat məsələsini, niyə cərimə məsələsini? Bu vaxta qədər heç kimə gəzmək pulu almıyorlar. Hansı mediaydı bu? TV. Əmi bir 10 dəqiqə mən burada mürgüləsəm problem yoxdur orta havuzda. Yox, yox, bunu sayılır. Olar zəhmət olmasın. Yüngül var. Bir 10 dəqiqə, yox, qalxmayın. Mən gedirəm, yox. Olar 10 dəqiqə uzanmayalım. Əgər 10 dəqiqə buradasınızsa, olar 10 dəqiqədən sonra məni oyadarsınız. Zəhmət olmasın. 10-cu dəqiqə. Geçməliyəm ama. Zəhmət olmasın. Gəl. Gəl görəndə. Allah canı sağ eləsin. Gəlməm. Allah canınızı sağ eləsin. Çoxdan durmusan burada? Çoxdan durmuş burada? Yox, bir yarım saat olur. Əmi biraz zəhmət olmasa yüngülvarı başımı sıxaldaya bilərsiniz yüngülvarı. Tez yatım deyənə xahiş eləmişsiniz. Yox, elə şey mən bacarmam. Siz elə bir yüngülvarı belə bir nə böyle Yox. layla oxuya bilərsiniz mənim üçün. Yox, baba yox, elə şey mən bacarmam. Layla niyə oxuya bilmirsiniz ki? Yox, mən xoşum gəldi, elə şey. Mən necə yatım onda? Ha? Mən necə yatım onda? Ben ne bileyim, ben özümdür. Elə mən də yata bilmirəm. Mən bir yer yataqsın, bir yastığa baş qoyaq əmi. Yox, baba yox, elə şey xoşlamıram. Necə müsün yüngülvarı siz üzümə elə bilərsiniz yatım? Yox, atacam yox. 10 dəqiqə mürgüləsəm, əgər burada olacaqsınızsa 10 dəqiqədən sonra məni durğuza bilərsiniz. Zəhmət olmasın. Olar mı? Allah canı sağ olsun. Bir de bu rahat olsun. Ay. Bura yastığı böyle o yana qoyulur. Amma bir narahat taxı burada. Yoxa bilərsin mənim üçün mənim. Layla yoxa bilərsin mənim. Başka bir şey istəmirəm. Xeyr mənim. Əmi, bir dənə bu əyləncəli verilişdir. Bir dənə o kameraya əl eləyə bilərsiniz, zəhmət olmasa. O kamera var, o düz o iqruşkanın böyründə, dadovun o şeyin böyründə kamera var. Bir dənə əl eləyin, zəhmət olmasa. Verilişdir, əyləncəli verilişdir. Mən xoş oldu ki, mən sizin yanınızda yatdım biraz. Hə, bir dənə maçeliyim gel. Maçeliyim gel. Öpürəm sizə, əmin. Xoş oldu. Əsəbləşməyin mənim. Əyləncəli bir dənə verilişdir. Bir dənə kameraya əl eləyək. Sakitləşək, əsəbləşməyin. Müəllim, salam əleyküm, necə axşamınız xeyir olsun. Nərimanova neçə apararsınız? Saatlı bir dənə. Nərimanova 12 man. Onu biraz aşağı eləmək olur. Bir dənə uşağı var aparmaq lazımdır, o zəhmət olun. Bilirəm, yəni oralar 12 man. Bura, Yaxşı, uşaq düşən ki, mənə xəbər edərsiniz, zəhmət olmasın. Allah canınızı sağ eləsin, çox sağ olun. Hə, zəhmət olmasın. Sağ ol. Uşaq zəhmət olmasın mənim. Hə, uşaq zəhmət olmasın, qurban sənə. Zəhmət olmasın mənim. Allah canınızı sağ eləsin. Nə olar, çatan kimi gəl bir ödəniş edeyim sizə də. Bəli. Bu çox da ağlayır axı. Başa düşürəm, nə olar, bunu çatdırın. Çox vacibdir, xahiş edirəm sizdən. Taksi tapa bilmədik, kimə zəng edən heç kim razılaşmırdı, ona görə parmağa. Yox, mən elə bildim sən özün də gedirsən. Yox, dedim ki, uşağı var, apararsın dərman var. Zəhmət olsa mən. Kartımız var. Niyə mən? Nəqd verim də onu pul. Nərman bu saatda binanın yanında küdərsə uşağı olar. Kimə verəcəm? Bu qarşılayıcılar da orada. Yox, nömrəsini verirəm. Nömrə də verirəm də sizə. Biraz qaytarıb eləyir arada müəllim. Biraz qaytarıb eləyir arada. Yox, mən dedim mən maşın sürüm, almam yox, belə. Mən uşaq da. Nə uşaq da mən, nə olar ki? Yox, yox, yox. Gözün görsün gedəsən. Yox, mən belə. Kimə sağ. Bugün uşaq küçədə qoyacaq mən. Küçədə qoyacaq. Bundan nə var mı? Ondan nə tərəf var?
tanış adam var ki belki qoşub apara bilər. Bəlkə dedim, Vallahi belə heç kim aparmır. bəlkə dedim uşaq var, nərmə uçurda bilərsiniz. Bəlkə dedim uşaq var, nərmə uçurda bilərsiniz. Uşaq deyəndə mən nə bilməsin, bu balaca çöp, balaca uşaqdır, mən aparım. Yaxşı, mənim çox sağ ol. Müəllim, bir də əyləncəli verilişdi. Bir də içindən uşaq səsini buradan qoymuşdum. Bir dənə kamera əl eləyə bilərsiniz, zəhmət olmasa. Hə, sən Çəkir amma. Öpürəm səni. Sağ ol. Çox sağ ol. Əmi, salam, hər vaxtınız xeyir olsun. Bir də gələ olar sizə zəhmət olmasa. Əmi, bir uşaq var. Nərmov neçə apararsınız? Nərmanım hara gedir? Saatlı bina yanı. Baktım yani. Olma. Ondan biraz aşağı aparma ondan. Oraya getir. Adı 10 manat aparsınız. 10 manat. Olma. Tamam. Əmi, onda uşağa zəhmət olmasa, Nərmov apararsa saatlı bina yanı. Kim dedi? Uşaq. Sen gedin. Ha yok hemen şu an tekrarı var. Bəli. Tek şu anlara para bulmayayım mı? Qarşılacaqlar da orada. Ha? Qarşılacaqlar orada. Ha yok ona da var. Hemen. Yok o da. Uşaq da küçədə qoymayacaq ki. Öyle şey edeyim bunlara. Qarşılacaqlar da Səmi. Yok. O benim başıma 15 manat verim əmi. çok yok öyle. Neçe ne verirsen ver. Ondan Dedim uşaq da, küçək uşaq. yok. Ben tek para bulmayayım. Qarşılacaqlar da sizi. Niyə yeməm mən? Yok vallahi para bulmayayım. Ağlayır yemin. Kardeş o para bilmem ne böyle. Bizi küçədə qoyumlar. Ha kardeş o para bilmem. Bəs mən bayaq dedim ki, uşaq var, apararsınız dediniz ki. Öyle sok. Bakıp uşağı yok hiç sen bir yerde ha. Mən getmirəm də, uşaq tək getməyə xoş. Ben çok yaparım. Uşaq tək gəzməyə xoşlayır Bana mən. yok hiç yetişmiyor. Uşaq tək gəzməyə xoşlayır mı? Ha da yaxşı görək də hadi. Benim ki kapar buram ne? Əmi. Hadi geç şunu. Ay zarafat eləm, verilişdi, əyləncəli verilişlə əl eləyin ora kameraya. Qapıda orada əl eləyiblər. Dal yapılmaz Əmi zarafat eləm, verilişlə əl eləyir. Ora verilişi bir də əl eləyir, zəhmət olsa. Çəkir amma. Xiyarın qiyməti qalxdı da əmi. Xiyarın qiyməti qalxdı. Xiyar. Bəli. Necə? Üzr. 4 manat qalxıb. Bəli. Metro ilə gəlmisiniz? Xəbər uzardı, şəhərdə gəzməyə də 100 manat elədilər. 100 manat oldu gəzməyə şəhərdə. Gəzəcəksiniz? Burada çətin məsələdir. Eyni söhbət millət metroda deyirsən həmən söhbət gedir. Hansı müəllim? Hansı söhbət? Hansı söhbət? Öyle ne bu dolanmaqdan söhbət gedir. Nə bilim, Bilməm, bu xiyarın qiymətinin qalxmasını niyə edirsiniz? Kurtarçılıqdan başqa bir pensioner Bilməm, xiyar yemirsiniz, xiyar. Xiyar yiyirsiniz, xiyar. 300 manat pensiyadır mən. Bilməm, xiyar yiyirsiniz, xiyar. Evet. Bilməm, xiyar almırsınız. Xiyar yemirsiniz, xiyar. Hələ yeni ildən sonra biraz da qalx. Staliçnin vaxtı gəlir olur. Müəllim, hər vaxtınız xeyir olsun. Necəsiz? Yaxşı olar. Yəni ki, təzə qanundan xəbərimiz var da. Hər həftənin birinci günü bundan sonra şəhərdə gəzmək 100 manatdır. Evdən çıxıb gəzə-gəzə gəlmisiniz də bura? Evdən çıxıb gəzə-gəzə gəlmisiniz də bura? Deyim buradır, buradan çıxıb gəlib otururam. Bildim, amma gəzmək şəhərdə hər həftənin birinci günü bir ay ərzində 100 manatdır. Bir aydan sonra qüvvədən düşəcək. Niyə sizlə? 100 manatı bizə kim verir? Bəli, O 100 manatı bizə kim 100 manat yoxdur, çıxmayın evdən müəllim. Birinci günlər. Təzə qanundur. Bəli. Ya, öyle, Ancaq birinci günlər küçədə gəzmək 100 manatdır müəllim. Niyə məsələn? Onda bağışlasın mənim qanun. Arvadla, zatla da yaxınlaşmaq, bu hamısı. Birinci günlər heç nə olmaz. Ha, bu da olmaz, ha? Olmaz.
Yaxşı, onda gedim mən arabada deyim sonra. Zəhmət olmasa 100 manat məsələsini niyə? Ha? 100 manat məsələsini niyə cərimə məsələsini? Yaz xatarlar, hara yazırsın? Neçə dəftərə? Ha? Neçə dəftərə yazım? Neçə dəftərə yazım? Düşürünə başlıyor. Bax üstə. Bax üstə. Yəni ki, təzə qanundan xəbəriniz var da. Hansı qanunu? Bir ay ərzində hər həftənin birinci günü şəhərdə gəzmək 100 manatdır. Yox, xəbərim yox. Niyə? Bar bağırır bütün səhifələr ki 100 manatı O birinci. bağırsında bizim yerimiz buradır, burada otururuq. Bildim amma gəzə-gəzə gəlmisiniz də hardansa bura. Yox, niyə evdən çıxırıq buraya gəlin. 100 manat yəni ödəmək istəmirsiniz. O söhbətlə elə şey ola bilməz. Niyə? Bu vaxta qədər heç kimə gəzmək pulu almayıblar. Mən sizə şəxsən icazə verim, bu gün gəzin. Çox sağ ol. Keyf edin günləri. Çox sağ ol. Soruşan olsa, saxlayan olsa deyin Faiq icazə verib. Yaxşı, çox sağ ol. Çox sağ ol. Necəsiz, hara gedirsiniz? İşim var. Anladım. Qanundan xəbəriniz var da, təzə qanundan. Hansı qanunlar? Şəhərdə gəzmək bir ay ərzində hər həftənin birinci günü 100 manatdır. Yox, elə şey ola bilməz. Necə ola bilməz? Bütün xəbərlər bar bağırırlar bütün gün. Necə ola bilməz? Piyada gəzmək. Piyada gəzmək hər həftənin birinci günü. Bir də nə qədər adam görürsə, hamısı 100 manat ödəyib günlər çıxıblar evdən çölə. Yox, elə şey. Valla mən zarafat eləmirəm. Yox. Necə ola bilməz bir şey? İndi ödəyim. Demokratik ölkədə yaşayırıq. Başa düşmürəm. O 100 manat nə gətirək mənim? Hə? O 100 manat nə gətirək? O adəti var ki, insan hüququ var da. harda Onlar ki istəyir- bu günləri evdə oturaq çıxmayasınız. Yox, niyə edir? Zəhmət İşim olsun. var axı. Bu paçkanın başına açması mənim, 100 manat xərcli sağlıq olmalı. Yox, elə qanun yoxdur. Niyə? Zarafatımız var. o Olsa yüzden- çıxmazsınız evdən bayın. Yox, çıxmıram ki. Saymırca əski nazımıza qarşı hörmətsiz deyiləcəyiz müəllim. Niyə hürmətsiz yürüyəcək? Mən bu günlər sizə icazə verim gəzməyə. Çox sağ olun. Kimsə saxlasa, eləsə, görən bu Siz olma. hansı mediaydı bu? TV. Salam əleykum, hər vaxtınız xeyir olsun. Necəsiz? Müəllim, bilirsiniz də təzə qanundan xəbəriniz var. Nədən? Təzə qanun. 10 qəpiyə artırdılar yerüstü, yeraltı transport. O yerə girməyəcəksiniz dayı müəllim. Bir 10 qəpiyə artırdılar. Getməyəcəksiniz dayı metro ilə ona görə. Yox, gedəcəyik. Anladım müəllim. Dövlətin tələbat elədi də. Devlətin tələbatından keçmək olmaz. Başa düşdüm. Təzə qanuna əsasən bir dənə də qanun bu gün çıxdı. Hər həftənin birinci günü şəhərdə gəzmək 100 manatdır. Əla işdir ki o. Bir ay ərzində. Onda siz əla işsə pul ödəmişsiniz bu günləri. Mənim də pulum çoxdur, verəcəm getsin devlətə. Nə vaxt ödəyəcəksiniz ki? Amma xalq lazımdır onda. Bu gündən gecə 12-dən sonra üstünə dəbbə pulu gəlməyə başlayır, faiz. İnşallah. Mən inanıram ki, siz dişlərinizi satıb çıxacaqsınız mənim 16-dan, yoxsa necə? Əla olacaq, hər şey yaxşıdır. Bildim o 100 manat neyini? Devlətin nə çalışmayan işi var, ona xərcləyərsən. 100 manat verməyib çıxmız bayra. O neyini axır necə olsun məsələn? Niyə düşərsiniz də nə? Bizə verəcəksiniz 100 manat. Zəhmət olmasa verin onu 100 manat. Oradan gətir, verəcəm öydən. Gözləyirəm ki, ola bir də gələ gəlin. Haradaysınız ki? Uzaqda oluram biraz. Mən bu günləri kef ediyorum. Oldu. Bu günləri kef ediyorum, amma bir də birinci günləri sizi küçədə görməyim. Heç bir həftənin birinci günü sizi küçədə görməyim. Zəhmət olsun. Danışdıq. Birinci gündə Allah tezdən gəlməli. Yadımda saxladım. Altını yazsın. 6 yarısından burada olacağım. İnşallah. Öpürəm səni. Sağ ol. Salam, hər vaxtınız xeyir olsun müəllim. Necəsiz? Allah saxlasın. Allah sənin də canını sağ olasın. Çox sağ olun. Təzə qanundan yəqin ki, xəbəriniz var da. Nə qanun? Bu gündən bir ay ərzində hər həftənin birinci günü şəhərdə gəzmək 100 manatdır. Nəvə ilə gəzmək 100 manatdır. Bugündən başlayır. Bu gündən başlayır. İndi biz gedək və. Zəhmət olmasın. Gecikmişik. Nə vaxt çıxmısınız evdən? Hadi bir 15 dəqiqə olar. O harca bir 20 dəqiqədən sonra 20 dəqiqə vaxtınız var. O pulu kimə ödəyəcəyik? Milyondan Faiq Erol var orada, Faiq bölməsi. Ora Faiq Erolun üstünə basırsınız 100 manat ödəyirsiniz milyonda mənim. Ben uşaqdan soruşum benim pul zadı bu var. Bana bak 100 manat pul istəyirlər. Evə edək, yoxsa qalay burada. Uşağa görə keçirəm bu gün sizə mənim. Sənin canını sağ olasın. Çox sağ olun. Çox sağ ol. Bundan sonra- Əminlə görüş, sağ ol denənəm ya. Allah Öpürəm sən. Bundan sonra Bəli. baba birinci günləri evdən bayıra çıxsa 100 manat ödəməmiş mənə xəbər edirsən. Allah canını sağ olasın. Boş. Çox sağ ol müəllim, sağ ol. Sağ ol. Bir salam əleykum. Necəsiz? Bir sizdə təzə qanun var. Hər həftənin birinci günü şəhərdə nəvə ilə gəzmək 100 manatdır. Niyə? Təzə qanundur. Uşaqların hörməti deyil mən. Bu qanunu kim eləyir? Bu gün çıxıb mən, hələ ki bilmir kim çıxardı, bu gün çıxıb, bu gün səhər saatlarında çıxıb.
Necə yanaşırsınız məsələyə? Çox pis, olmaz axı. Anladım. İndi bu gün çıxmısınız da o niyə 100 manat məsələsini? Plas eləyək də. Niyə hara pas edəcəksiniz? Bilmirəm. Yəqin bir bank var da. Uşağa görə bu gün sizi bağışlayıram. Aha. Bu günləri 100 manat ödəmirsiniz, amma gələn həftə birinci günü mən sizi parkda nəvə ilə görsəm, nəvəsə şikayət edəcəm. Baş üstə. Razısınız mənimlə? Razıyam. Çox sağ olun. Sağ olun. Məsələn, mən sənə 100 manat keçmişəm. Məsələn, mənə burada yaxşı.